Düzdür, səmbusə cünubi bir qəzadır və Təbrizdə də yesən deməz olmuram. Bətər yeməlidir. Gəlin bir də rahat rəvişlə örgədim biləcə. Düzəltməsinə görə narin doğranmış soğanları dağ yağın içində kamil qızart. Qızarandan sonra ədviyyələrini izafə eləyin, bir də sarımsaq rəndələyin və bir toğa verin. Narin doğranmış dolma bibərini də izafə eləyin, su çəkildi ki, istədi qızarsın, sosisi də izafə eləyin, qarışdır. Bu qəzanın imzası purələnmiş apaz yer almadı. İzafə eləyəcəksiniz, qarışdırasınız birləşə. Cinə təzəşdən biləcə deməliyəm ki, Tatlı Foodun səbtinamı çilliyəcən başlanıb. Əgər kafedarsınız, ya restorandarsınız, ya kollən gəziyə barə bir daha şoğlunuz vardı, bu fəraxanda hətmən şirkət edin. Heç onvan əldən verməli bir fürsətdir. Pəs kəpşəni oxuyun. Məvad amadə olandan sonra qoyun kənara. Lavaşlarınızı büzür nəvari halətdə 3 yerə bölün. Bunu da biləcə deməliyəm ki, lavaş içi istifadə edirsiniz, hətmən gərək nərm ola. Əgər quru olsa sınar və sizin işiniz çətin olur. Məvaddan qoyun lavaşın üst tərəfinə və bücürsünə piçətləyin. 2 dör bağlasız kafıdır. Səy eləyin, çox qalın olmasın. Axırda da təkin qeytirləyin və getirdin əvvəl layənin üstünə ki, əslən açılmasın qızardanda. Və ünvanı finger food binəzirdir. Neçə saat qonaqlıq ya mərasimdən qabaq bücür amadə eləyin və taza bücürsünə dağ yağın içində qızardın və sizin səmbusələr amadədir. Bunu da deyim ki, yağ canına çəkmir. Pəs əsən niyaran olmayın, nişicaz olsun.